Bəli, bəzi insanlarda sual yarana bilər ki, qardaş, nə ehtiyacı var ki, məsələn, niyə məhz İmam Hüseynə yas saxlıyorsunuz? Məgər o birisi peyğəmbərlərin qəmli günləri olmayıb? Yəhyanın başını kesməyiblər, Zəkəriya peyğəmbəri iki yerə bölməyiblər, Musaya əziyyət verməyiblər, Nuha əziyyət verməyiblər, onların müsibətləri olub. Amma cavab, 124 min peyğəmbər hamısı işi bir digər işi tamamlayırdı. Quran belə buyurur, Ərsəlnə rusulənə tatra. Peyğəmbərləri biri digərini ardıcan göndərdik. Vəssəlnə ləhumul qol. Hamısının sözü biri digərini təsdiq edirdi. Bunlar ayrı-ayrı insanlar olmayıblar. Bunlar biri digərini işini tamamlayıblar. Adəmdən ta Xatəmə, sonuncu peyğəmbərə qədər xoşbəxtlik binası tikməyə başlayıblar. Daşı daş üstünə qoyublar, səadət binası tikiblər. Sonuncu daşı isə bizim peyğəmbərimiz qoydu və bina tikildi. Səadət binasını 124 min peyğəmbər zəhmət çəkdi tikdi. Nələrə qatlaşaraq, əziyyətlərə qatlaşaraq, min əziyyətə. O bina tikildi və qoyuldu gedildi. Bəni Üməyyə gəldi, o binanı dağıtmaq istəyirdi. 124 min peyğəmbərin zəhmətini hədər eləmək istəyirdi. Həzrəti İmam Hüseyn əleyhissalam canını verdi. Balaları ilə birlikdə, canı ilə birlikdə, qardaşları ilə birlikdə, bacısı əsir olmaqla canından keçdi. Can bahasına, qan bahasına, xanım Zeynəb kimi şəxsiyyətin əsarəti bahasına qoymadı o bina uçulsun. Hüseynə yas saxlamaq elə 124 min peyğəmbərə yas saxlamaqdır. Hüseynə ağlamaq elə Musaya ağlamaqdır, Yəhyaya ağlamaqdır. Hüseynə qəmlənmək 124 min peyğəmbərə qəmlənməkdir. Çünki onların işinin nəticəsini xarab eləmək istəyirlər, Hüseyn canını verdi. Və Hüseyn bütün peyğəmbərlərin müsibətlərinin varisidir.